Salam kanalımın dəyərli izləyiciləri, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Səhər-səhərdir, yeni vlog başlayıram. Yoldaşım hər zamanki kimi səhər yeməyi hazırlayır. İndi bəzi xanımlar deyəcək ki, bəxtəvər bu qızın başına hər dəfə yoldaşı hazırlayır yeməyi. Ancaq bu belə deyil, sadəcə bazar günləri yoldaşım səhər yeməyi çox sevdiyindən hamıdan öncə durur və mağazaya gedir, bəzi şeyləri götürür, gəlir. Biz oyunda kimi yemək hazırlayır, çox sağ olsun, ancaq digər günləri saat 6-dan işdə olur və bunu edə bilmir. Heç ümumiyyətlə səhər yeməyini düzgün yeyə bilmir, tələsik işə gedir. Salam qızlar, necəsiniz? Səhər-səhərdə yeməyimizi yedik, gedirik zooparka. Gedək zooparka, oradan sizi salamlayaram. Həm dedim, neçə ildir, 2-3 ildir artıq getmirik. Gedək, həm də çəkiliş edərəm. Gəldik Gəncliyə, buradan mağazaya giririk. Səhv etmirəmsə Bazar Store idi. Buradan Bazar Store-a giririk. Bəzi şeylər götürürük yemək üçün. Orada gəzəcəyik. Gəzdiyimiz zaman uşaqlar acır, su istəyir. Onsuz da bilirsiniz ki, evdən uşaqlar çıxdı, ya su istəyəcəklər və yaxud da deyəcəklər ki, acmışıq. Uşaqlar bu dondurmanı çox bəyənir. Belə meyvəli dondurmadır. Mən də su götürdüm. Səhər-səhər yoldaşım pomidor çıxartmasını çox dadlı bişirmişdi. Çox gözəl bişirmişdi. O qədər yemişdim ki, susuzladım. Hələ Gəncliyə çatmamışdıq. Su götürdük belə böyük butulkalarda. Belə kassaya gəldik. Bəzi şeylər götürdük, onları vururuq. Buradan birisi xanıma nə götürdüm, çox bəyəndim də o götürdüyüm kurabiyəni. Deməli, Amerikan kurabiyəsi idi, səhv etmirəmsə adı. Ondan bir dəfə də götürmüşdük. Qiyməti 80 qəpikdir. Belə adi ballı kökəyə oxşuyur, ancaq dadı həqiqətən möhtəşəmdir. Hər zaman sadəsini götürdüm, bu dəfə şokoladlısını götürdüm. Doğrudan şokoladlısı möhtəşəmdir, tövsiyə edirəm. Mütləq yaxından çəkib gələn vloglarında sizə onu göstərəcəm. Yəqin ki, biləniniz var, bilməyəniniz də vloqa baxıb gedib götürərsiniz, əminəm ki, bəyənəcəksiniz. Gəldik Gənclik Parka, zooparkın yanında, bilirsiniz yəqin bu parkı. Bu parkı çox bəyənirəm, çox səliqəli, təmiz havası, ümumiyyətlə yaşıllığı bura möhtəşəmdir. İstirahət üçün gözəldir. Ancaq deyim ki, kiçik uşaqlarla bura gəlmək bir o qədər də gözəl fikir deyil. Çünki suya görə ancaq uşaq güdürsən. Biz də uşaqlar böyük olduğundan bu cəhətdən rahatam. Əvvəllər burada piknik etməyə icazə verirdilər, ancaq indi icazə vermirlər. Heç kəsi piknik edən görmədim. Nəysə gəldik bura, indi buradan gedəcəyik zooparka. Qızlar, zooparkda nə dəyişiklik olub onu qeyd edim. İndi buradan sizin üçün əvvəllər giriş belə deyildi. Böyük adamlar üçün indi giriş 7 manatdır. Qazilər, veteranlar üçün 2 manatdır. Səhv etmirəm, şəhid ailələri üçün pulsuzdur və kiçik uşaqlar üçün 2 manatdır. Ancaq böyüklər üçün 7 manat olduğundan mən 7 manat ödədim, keçdim. Uşaqlar üçün isə 2 manat ödədik. Belə, yoldaşım da veteran olduğu üçün yenə onun üçün də 2 manat ödədik. Bu qədər. İndi gedək görək nə var, nə yox, nə dəyişiklik var. Buradan da bu kiçik video çəkmişdim. Telefonum nə qədər uzağa gözəl çəkir. Həqiqətən də çox yaxşı çəkdi uzağı. Kifayət qədər məncə gözəl alındı. Belə qısa short olaraq da paylaşmışdım. İzləyənlər var yəqin ki, izləməyənlər də girib shortu izləyə bilərlər. Artıq burada gördünüz. Nəysə, qızlar burada hər zaman, yəni zooparkın yaxınlığında bu kiçik vedrələrdə mütləq belə alça, çiyələk, malina, yəni mövsümünə baxır da. Nə mövsüm varsa hər zaman bu vedrədə olan meyvələri görə bilərsiniz. Zooparkın yanındadır, möhtəşəmdir, düzdür, baha satırlar, düzdür, almadıq. Ancaq həqiqətən adamın nəfsi üzərində qalır, adama gəl deyir, sözün həqiqi mənasında. Gəldik, kifayət qədər növbə idi, buna görə də məcbur qaldıq. Biz onlayn növbə götürdük. Onlayn növbə götürmək üçün sadəcə Gmail kodu və kartda pul lazımdır. Bu qədər asan. Hamının bildiyi giriş. Gedək görə nə dəyişikliklər var. Çoxdan da fikirləşirik, uşaqları gətirək. Gətirib gəlmişik. Fərqli nəyisə görsəm sizin üçün çəkiliş edəcəm. Baxın qızlar, bu da rozmarin. Mən bildiyim qədərini. Baxın. Bəh, nə gözəl ətri var. Biz də gələcəyik, axşam öpür. Nasıl? Sağ ol. Nuş olsun. Yandırma. Nuş olsun. Hayır o. Böyle bir sadece bizden olsun.
Şöyle mehriban olabilirdik. Yuva kurup yakın oldu. Təbii zoğdu da orada. Ronaldo. Ronaldo Messi. Sü. Messi yaramaz. Yaxşı Messi. Neymar. O senden Ceylin. Merhaba Ceyran'a var, Zəhra balam. Buna var Ceyran'a. İyi bir merhaba. Ne güzeldi var Zeki. Buna var, ona diyordular. Ceyran gözlerine var. Diye burada da var. Ceyranım ha Ceyranım. Necəsən Ceyranım? Nəsə istəyir? Bak, bu burada oturub. O da orada oranı təmizləyir. Yiyecəklər gedib onu. Ayağım gəlişinə bax. Bizi leş kimi hesab edirsən. Mama! Ayağım bax, sən gördün. Əsəbləşib deyəsən. Come here. Düzə gəldik xanımlar zooparka gəzməyə, ancaq mən heç sevmirəm zooparkı. Heyvanları sevirəm, ancaq heyvanların qəfəsdə saxlanmağın tərəfdarı deyiləm. Əsasda pişik kimilər dəstəsinə aid olan bu şir, pələng, bəbir bu heyvanları ümumiyyətlə məncə kiçik yerlərdə saxlamaq düzgün deyil. Yırtıcı heyvanları belə kiçik yerlərdə saxlamaq onların sanki həyatlarını əllərindən almış kimi görürəm. Ot yeyən heyvanları saxlamaq bəlkə də olar. Necə ki rayonlarda mal-qaraya baxırıq. Eləcə də burada da yəni, ot yeyən heyvanları saxlamaq olar. Ancaq belə yırtıcı heyvanları istəməzdim ki, belə kiçik qəfəslərdə və yaxud da kiçik ərazidə baxılsın. İndi yazacaqsınız ki, dünyanın hər bir yerində zoopark var və bütün zooparklarda hər cür heyvan var. Mən əlbəttə bunu başa düşürəm. Ümumiyyətlə görmədiyimiz, Azərbaycanda olmayan heyvanları insanlara tanıtmaq üçün bu zooparklar var və burada başqa ölkələrdən gətirilmiş, məsələn bizdə, bizim meşələrdə bəlkə də şir yoxdur, ancaq başqa ölkədən gətirilib bizlər üçün təqdim olunur və biz gedib onu canlı-canlı görürük. Buna baxmayaraq mənim kimi düşünən insanlar çoxdur. Bu arada xanımlar qonşu evini remont elətdirir. Buna görə də videoya əlavə səslər düşə bilər. Bunu da üzürü hesab edin. Arkaya bak arkaya. De konuş. Ne bileyim. Aferin seni. Alıp da bir bakır ki götürdüm. Elimdesin yani.
Ben götür. Ambez arkaya dur. Buradan onu da qeyd edim ki, heyvanları yemləməyə qəti icazə yoxdur. Bizim də əlimizdə olan kraksları həm özümüz yedik, həm də heyvanları yemlədik. Ancaq hansı heyvanları? Əlbəttə ki, qarğaları. Qarğalar çox ağıllı heyvanlardır. Sen neyinsən burada Ayşe? Vay. Şirin zadın yanına düşer de o. Kemdan götürmüşüm. Gel. Кошка, мяу. Это кошка. Это моя кошка. Zebr. Tavşan. Tavşan. Sen ne boydasın? Gəldik balıqlara, ilanlara baxmağa, ilan qurbağalara baxmağa. Ən belə yaxın qohumlarım var, bir iki dənə ilan qurbağa. Onlara baxmağa. Əlbəttə ki, bu bir zarafatdır. Heç kəs buradan özünə pay götürməsin. Artıq kimsə də pay götürürsə, bu onun problemidir. Yalan açıyor bir tane onu. Sakalları da. Girdik belə akvariumda olan balıqlara baxmağa. Balıqlar həqiqətən möhtəşəmdir. Onların üzməsinə baxırsan, sinirlərin sakitləşir. Bura gələnlər bilir, belə böyük balıqlar üçün böyük akvarium var. İndi sizlər üçün onu da göstərəcəm. Orada oturub şəkil çəkdirirlər. Mən də istədim şəkil çəkdirim. Qızıma verdim telefonu ki, mənim şəklimi çəksin. Məndən öncə bir xanım əyləşmişdi. Kameraya şəkil çəkdirirdi. Mən onu gözlədim, hardasa 5 dəqiqəyə yaxın mən onu gözlədim ki, xanım dursun, daha sonra mən oturum, mən də şəkil çəkdirim. Xanım durdu, elə durduğu yerdə də başladı şəkillərə baxmağa kamerada. Yerindən tərpənmədi, ancaq gördü ki, mən oturmuşam, şəkil çəkdirmək istəyirəm. Heç vecinə almadı. Nəysə, xahiş elədim ki, xanım zəhmət olmasa, biraz kənara dura bilərsiniz, qızım şəkil çəksin. Yenə vecinə almadı, artıq 2 dəfə xahiş elədikdən sonra ağzını büzüb, yəni çəkildi kənara. Sanki elə bir bu onun dədəsinin akvariumudur, gəlmişik orada bir şəkil çəkdirməyə. Gedirik Günerin ad gününə.
Zooparka gezdik, geldik, evdəyik. Qızım pianino ifa edirdi. İstəmədi pianinonun səsini kəsim. Bu əsər möhtəşəmdir. İnşallah bu əsəri qızım konsertdə çalacaq. Qərara gəldik ki, baldızım qızı ad günüdür. Bizdədir baldızım qızı. Gedək kənarda ad günü qeyd eləyək. Belə öz aramızda kiçik də olsa tort, pizza falan belə özümüzə ad günü qeyd etdik və baldızım qızı sevdiyi ətri ona hədiyyə götürdük. Getdik şaurmaya, ailə pizzası zakaz verdi. Uşaqların ən çox sevdiyi yemək pizza, bir də şaurmadır. Elə baldızım qızında. Buna görə qərara gəldik ki, gedək bugünkü günü ancaq gəzmişik. Evdə yemək hazırlayan olmayıb. Gedək çöldə keçirək bu ad gününü. İndi soruşacaqsınız ki, baldızımız hardadır? Xanımlar, baldızım rayonda yaşayır. Baldızım qız isə burada oxuyub və burada işləyir. Ona görə də bu günlərin bazar gündür. Bizlərlə bərabər idi. Bu vlog deməli çəkilib ayın 3-ü. Güney, səni təbrik edirəm. Güzel ala. Bugünlük vlog bu qədər. İnşallah gələn vloglarda, gələn videolarda görüşərik.